necə ki, öz yaxınına, doğmana yanaşırsansa, həkim olan şəxsin istəyir idarəetmə sistemində olsun, istəyir praktik işlə məşğul olan həkim olsun, hansı sahədə olursa olsun, onun gördüyü işlər öz doğmasına necə yanaşardısa, o prinsipdən olmalıdır. O prinsipdən olmalıdır və biz demək, təbiətə qarşı çıxmış oluruq, ulu yaradana qarşı çıxmış oluruq bu qərarlarımızla. Dişlərə qarşı ögey münasibət bəsləməklə, stomatoloqların fəaliyyətinə aid qeyri-normal qərarlar qəbul etməklə, deməli, stomatoloji fəaliyyəti dövlətdən ayırmaqla, dövlətimizin ən böyük bir nömrəli işi vətəndaşının sağlığını, vətəndaşının rifahını qorumaqdır. Vətəndaşın sağlığı isə stomatoloji sağlıq olmadan qeyri-mümkündür. Qeyri-mümkündür, inanın. Yəni bu belədir. Hamınız da bilirsiniz ki, həqiqətən də bu belədir.